Özüm də şirkət açmağa qalxanda fikirləşdim ki, öz qüvvəmdən açacağam. İndiki hal-hazırda görə biləcəyim, konsultasiya üzrə professional olduğuma görə görə biləcəyim 3 gündə görəcəyim işi mən özüm 2015-2016-da 3 aya gördüm. Bizim də şirkətin xüsusiyyətlərindən biridir ki, bizim mentalitetə uyğun olaraq bütün məsələləri hamısını açıq başa salırıq. Yəni ki, aydın formada da ki, özümüzə yaxın olan dildə danışırıq ki, həmin iş adamında da inam yaransın, başa düşsün ki, hansı sahədə hansı çətinliklər olacaq və mən heç vaxt heç nəyi gizlətmirəm və onu gözləyən problemləri də göstərirəm ki, bu sahədə sən hansı sahədə gedirsənsə, məsəl üçün neft-qaz sahəsində gedəcəksənsə, neft-qaz sahəsində çoxlu lisenziyalar var. Ya qida sektorunda da yoxlamalar var. Yəni ki, siz təsəvvürünüzə gətirə bilməzsiniz ki, Dubayda kimsə zəhərlənib. Ona görə ki, orada çox güclü nəzarət var qida sektoruna. Eşitmisiniz heç kimsə ki, hansısa restoranda Dubayda 10 nəfər birdən-birə zəhərləndi. O ola bilən bir şey deyil məncə.